Deməli, əziz tələbələr, məntiq dərsimizə başlayaq. Bir daha təkrarlayaq ki, hər gün müəyyən qədər vaxt sərf edirsiniz və nə edirsiniz? Başlayırsınız o 15 dəqiqənizi, 20 dəqiqənizi bu işlərə sərf eləməyə. Və sözsüz ki, bu 90 gün, 90 dərs olacaq. 90 günün sonunda sentyabrda onlar da 9-lar, 8-lər, 7-lər də 6-lardır. Burada heç bir riyazi biliyi heç nə lazımdır. Baş işlətmək lazımdır və salam. Hamınızın nəticələri bütün fənlər üzrə artacaq. Əgər mən deyənlərə riayət edəsiniz. Hə, məntiq dərs 3, 1-lə 2-yə baxmayıb 3-ə girmisənsə, dayandırırsan, qayıdırsan 1-lə 2-yə. Tələbələrimiz baxdıqca altdan yazır ki, Süleyman müəllim, mən baxdım, Süleyman müəllim daha lazımdır. Mən baxdım, filan kəs o filan kəs. Bilirəm ki, baxdı bu adam. Və testlər Telegram kanalımıza və qruplarımıza atılacaq. Riyaziyyat Hərəkəti Telegram kanalında testlər var. 1 atılır, 2 atılır. Axşama indi 3-də atılacaq və onların izahı da atılacaq əziz tələbələr. Amma bunlar kim ki bizə YouTube'da sadəcə izləyir, onlar üçün də yararlıdır, yəni istifadə eləyə biləcəkdir. Ki mən hər kəs üçün istifadə etməyə imkan yaratdım ki, qoy hamı istifadə eləsin, hamımız yaşlaşaq. İndi bizim dərs 3-də, dərs 2-nin davamı dərsində, dərs 3-də biz kriptografiyadan danışdıq, kodlaşmadan və s. danışdıq. İndi də həmin anlayışın davamına aparaq. Bir işləmiklə baxıb işləyirik. Deməli, bir ədədlər toplusu verilir. Bir ədədlər toplusu verilir. Hamısını yekunlaşdırın. Və soruşulur ki, bu nəyi bildirir? Cavablar da belədir. Deyək ki, Ankara. Burada mənalı və mənasız fərq edəməz. Nə yığılır, yığılsın. Mehmet. Tarkan. Bartın və Kantar. Bu tip suallar necə işlənməlidir? Tələbə dərk etməlidir ki, hər bir simvol müəyyən bir hərfi özündə ehtiva edir və təkrarlanan hissələri tutmalıdır ki, təkrarlanan var ya yoxdur. Fikir verin. Bu 6 ilə başlayıb 6 ilə tutarır. Yeganə ədəddir ki, eyni rəqəmlə başlayıb eyni rəqəmlə də tutarır. Cavablara baxıram, görürəm. Bu Ankaradır. Artıq nəyi tutdum? Tutdum ki, cavab Ankara deyil, cavab bunu soruşur bizdən. Sadəcə tutdum ki, A hərfi nəyə verir mənə? 6. A 6-dır. Deməli, bunun burasında və burasında nə olmalıdır? A-dır. Burada da və burada da A olan bir budur, bir budur. Hələ ki 2 dənə var. Bu ilə bitdi mi? Bitmədi. Yaxşı. İndi fikir verin. Bunların ikinci hərfi A var. Bir dənə yeganə budur ki, A hərfi nədir? Yoxdur. Fikir verirsiniz? Hansında A hərfi yoxdur? Bildi ki, bu da nədir? Mehmetdir. Düzdürmü? Mehmet isə artıq nəyə də bildik? Məsələn, T hərfinin nə olduğunu bildik? 4 olduğunu bildik. Bu 4-ün yerində nə deyəmək? Kantar. Vəssalam, tapılısınız. Daha hamısını tapmaya ehtiyac yox. Belə bir addımdır. Biz kodu nə edirik? Sındırırıq. Və ya, bu tipli suallarımız kifayət qədərdir, əziz tələbələr. Birini də göstərirəm və sonra da, yəni videolarımız kifayət qədər qısadır. Niyə qısa çəkirik? Çünki yormasın sizi. Hər günə TikTok'dan belə deyil, biraz vaxt ayırsaz, inandırıram ki, çatacaq. Günə biri. Birdən yazmamısan günə birini, günə ikisini işte. Amma hər dəfədə 25 test var. Hər dərsin 25 testi. Çox testdə yoxdur. Asandır mənim suallar.
kifayət qədər bu tipdən məsələn. İndi məsələn 14325 istəyirəm. Uşaqlar, sözlərin mənasının olub-olunmağının heç bir əhəmiyyəti yoxdur. Biz sadəcə kodu sındırmalıyıq. Aha. Məqsədimiz kodu sındırmalıdır. Hə, indi fikirləşirik ki, nədən söhbət gedə bilər? 6 olmalı deyil mənim orada. Baxın, 2 dənə 6 var. 2 dənə 5 var. 1 dənə deyil. Tək kırdı. 2 dənə P var. Vəssalam, tutdum bunu. Tarak budur. Elə? Bunu tutduqsa, deməli, bu K-dır da bizdə. 1 K-dır. Ali. 34'dan başlayamadı orada. Ali. Hə. İkinci 7. İkinci 7. 12746. Üçüncü diye. Bu O tığdı da öyle. deməli, biz bildik ki, uşaqlar, nəyi bildik? İndi onu taparıq, amma ehtiyac deyil. Biz bildik ki, 1 K-dır. Məndən nəyi soruşurlar? Elə, hə, K-la başlayır. Bəli. Uşaqlar hamısı tapır bu, A4. Biz bunu bildik ki, budur. 1 oldu K. 4 oldu nə? A. K-la başlayır. K-la başlayan hansıdır? Daha hamısını tapmaya ehtiyac yoxdur. Eləmi? Düzdür, hamısını da tapılır, amma sualların, belə deyiləm, hardan hiss eləyəcəksiniz ki, yaxşı yazırsınız, sualın bir dənə qədər gedəndə 30 saniyə. Oradan hiss edirsiniz ki, yaxşı yazır. Təqribən o müddətdir, yəni. Əla səviyyə. İndi, və hər dərsimizin sonunda, məntiq dərsinin sonunda bir dənə də maraqlı sual verilir düşünməyə. İndi ümid edək ki, 90 dənə maraqlı sual tutacaq. Və düşünməyə olan maraqlı sualımız deyirik ki, sayını sahil edin. Burada 3 adam yiyən. Burada da olsun Akif, Süleyman, Murad. 2 nəfərlik qayıq. Adam yiyənlər də Akif, Süleyman, Murad da istəyir ki, bu sahil neynəsin? Keçsin. Qayıq 2 nəfər tutur. Kimsə qayığı qaytarmalıdır. Bu sayda krokodillər var. Timsahlar var. Hə, yəni belə üzüb keçən deyilsən. Yalnız qayıqla keçmək olur. İndi sual. Adam yiyənlərin 2 məqsədi var. Bir, buradan bura keçmək. Bir də Akif, Süleyman, Muradı azlıqda tutub yemək. Məsələn, 3-ün 2-yə tutsalar yiyəcəklər. 2-nin 1-ə tutsalar nə yiyəcəklər? Hə, məsələn, deyək ki, adam yiyənlə, daha doğrusu, deyək ki, Süleymanla Murad qayığa minib getmək istəsələr, Akif öldürəcək. Akifin pişiriləcək, kam olacaq. Aha, O ikisindən biri. İndi bunu fikirləşməlisiniz ki, necə eləyək ki, bunlar hamısı buradan bura neynəsin? Keçsin. Tutaq ki, 2 dənə adam yiyən keçsə, bir adam yiyən nə yiyəcək? Qayığı qaytaracaq. Sonra tutaq ki, Muradı götürsə, O qayıqda mən... aha, Muradı götürüb gedəndə, İki olsa hiç var. yox, Muradı götürüb gedəndə, buradan adam yiyən gedəcək, orada bir dənə adam yiyən gözləyir Muradı. Hə, düşən kim neyəcəklər? Ay mən... Düşsə də düşməsə də yiyəcək. Onda bir dənə olar. Bir dənə yapıb qayığı kim qaytaracaq? Olmaz. Yox, bir dənə kim? Bir dənə adam yiyən. Aha. Hə, sonra bir dənə adam. İkisi mindilər, getdilər. Hə, qayığı kim qaytarır? Adam yiyən məsələn qaytarır. Hə. Adam yiyən qaytardı, ikisi burada gözləyir. Biri də gəldi, qoldur etsənə. Alınmadı, düzdürmü? Uğurlar, bunun da cavabını kommentlərdə bildirirsiniz.